Möhtərəm möminlər, izzətli qardaşlarım, bugünkü xütbəmizin mövzusu qul haqqı ilə əlaqəlidir. Bugün insanların maddəyə əhəmiyyət verib, mənəviyyata diqqət etmədiyi bir dönəmdə insanoğlunun ən əhəmiyyətli dərəcədə riayət edəcəyi məsələ qul haqqı məsələsidir. Çünki o ən gözəl şəkildə yaradılmış, ağıl neməti ilə bəzədilmişdir. İnsan üçün başqa insanlarla tanış olmaq, yardımlaşmaq, onlarla birlikdə yaşamaq onun ən təbii ehtiyacıdır. Bu səbəblə cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyətləri də özü ilə gətirir. İnsanları şərəfli və ən gözəl surətdə yaradan, onlara sayılmayacaq qədər çoxlu nemətlər bəxş edən uca Rəbbimiz bizlərə bunu lütf etmişdir. Bu haqların qorunması üçün bəzi qanun və qaydalar da qoymuşdur. Qoyulan beləsi haqları tapdamağı isə günah olaraq saymaqdadır. Rəbbimiz özünə qarşı edilən xətaları və günahları bağışladığı halda qul haqqını bu əffin xaricində tutmuşdur. Və qul haqqını bağışlamağı haqsızlığa uğrayan qulunun öhdəsinə buraxmışdır. Ona görə də hansısa bir qul haqqı səbəbilə bir kimsə tövbə edəcəksə, əvvəlcə haqqına girdiyi kimsədən halallıq alması şərtdir. Əziz qardaşlarım, qul haqqı o qədər ciddi bir məsələ və o qədər mühüm bir haqqdır ki, Allah-u Teala bir şəhidin bütün günahlarını bağışladığı halda üzərində qul haqqı varsa, o haqqı bağışlamamağı bizə bildirmişdir. Çünki şəhid öz canını qurban etdiyi halda Allah Azza və Cəllə onun qul haqqını əff etmir. Qul haqqına girmənin axirətdəki çətin aqibətini Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm bizə belə bildirir. Kimin üstündə din qardaşının namusu, heysiyyəti və malı ilə əlaqəli bir zülüm varsa, qızıl və gümüşün olmadığı qiyamət günü gəlmədən əvvəl o insanla hallaşsın. Əks təqdirdə etdiyi haqsızlıq miqdarında onun yaxşı əməllərindən alınıb haqq sahibinə verilər. Əgər yaxşı, yəni savabı yoxdursa, haqq sahiblərinin günahları alınıb həmin şəxsə qaytarılar. Allah Resulü Aleyhisselatü Vesselam başqa bir hədis şərifdə belə buyurur. Müflis kimdir bilirsinizmi? Deyə soruşur. Onlar da bizə görə müflis pulu və malı olmayandır şəklində cavab verirlər. Rasulullah sallallahu aleyhi və səlləm isə şübhəsiz ki, mənim ümmətimin müflisi qiyamət günü namaz, oruc və zəkat savabı ilə gələ. Lakin ona söyüb, buna zina iftirası atıb, onun malını yeyib, bunun qanını tökdüyü, o birini döydüyü üçün yaxşılıqlarının savabı ona buna verilən və üstündəki qul haqları qurtarmadan savabları qurtararsa, bu dəfə haqq sahiblərinin günahlarını yüklənib, nəticədə cəhənnəmə atılan kəsdir, buyurur Peyğəmbərimiz. Əziz möminlər, qul haqqının ən dəhşətlisi şəkillərindən biri faiz alıb verməkdir. Başqa bir növü tərəzdə aldatmaqdır. Bunlarla birlikdə birinin malını oğurlamaq və ya icazəsiz almaq, şərəf və heysiyyətində kələmək, insanları zarafatla da olsa üzmək və ya qorxutmaq, aldatmaq, rüşvət alıb vermək, borcunu gecikdirmək və ya ödəməmək, hər hansı bir müsəlman qardaşının qəlbini qırmaq, kobudluq etmək və s. kimi xüsuslar da qul haqqına girmək sayılır. Qul haqqı və bu haqqdan halallaşma o qədər əhəmiyyətlidir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü belə Peyğəmbər olmasına və hər cür haqqa diqqət etməsinə rəğmən
bütün əshabının qarşısında onlarla halallaşmışdır. Qardaşlarım, bu fani həyat bir gün sona çatacaq, həqiqi həyat dediyimiz ahirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatından, yaşantısından, əməllərindən hesaba çəkiləcəkdir. Ağıllı və bəsrətli insan Allaha və onun qullarına qarşı vəzifələrini yerinə yetirən, haqq və hüquqa sayğı göstərib, hesab gününə borçsuz və günahsız olaraq getməyə çalışan insandır. Bu həqiqət heç vaxt unudulmamalıdır. Kim yaxşılıq və ya pislik olaraq nə edibsə, mütləq qarşılığını görəcəkdir. Xutbəmin əvvəlində oxuduğum Zilzal surəsinin 7-8-ci ayəsində aləmlərin Rəbbi olan Allah belə buyurur. Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu görəcək. Kim də zərrə qədər pis bir iş görmüşsə, onun əvəzini görəcəkdir. Bir müsəlman Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin əlindən və dilindən müsəlmanların əmin olduğu kimsədir buyurur. Bu dünyada insanların haqlarını yüklənərək gedənlərin ahirətdəki halı böyük bir xüsran və pərişanlıqdır. Bu səbəblə də insan bilərək yaxud bilmədən bir qul haqqına giribsə, vaxt keçirmədən nə bahasına olursa olsun halallaşmalı və ondan sonra da tövbə etməlidir. Çünki dünyada utanmaq və sıxıntı çəkmək ahirətdəkinin yanında çox rahatdır. O gün elə bir gündür ki, buynuzsuz qoyun belə ona zərər verən buynuzlu qoyundan haqqını alacaqdır və heç kimin haqqı heç kimdə qalmayacaqdır. Dəyərli din qardaşlarım, heç bir müsəlman qul haqqı barəsində laqeyd olmamalıdır. İstəyir bağışlasın, istəyir bağışlamasın, istəyir halallıq versin, istəyir verməsin şəklində ağır və böyük danışmamalıdır. Qafil sözlər deyilməməlidir. İnanan bir müsəlman bu şeylərdən qaçınmalıdır. Bilərək və ya bilmədən başqalarının haqqını alan kimsə mütləq o haqqı ödəmək və halallaşmaq surəti ilə özünü qurtarmağa çalışmalıdır. Unutmayaq ki, haqsızlıq edərək haqq sahibinə haqqını verməyənlər yaxud hansısa bir qul haqqına girənlər ahirətdə son dərəcə hansısa bir qul haqqına girdikləri üçün ağır bir əzaba düçar olarlar. O kimsələrə Allah bağışlamayacaq, haqq sahibinin ixtiyarına verəcəkdir. Onun üçün inanan bir müsəlman olaraq hər kəsin haqq və hüququna sayğılı olmalı və qul haqqı ilə Allahın huzuruna çıxmaqdan qorxmaq və çəkinmək lazımdır. Qul haqqını haqq sahibi bağışlamadan Allahın da bağışlamayacağını əsla unutmamalıyıq. Xutbəmi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bir hədis şərfi ilə bitirmək istəyirəm. Ey insanlar, kimin üstündə keçmiş bir qul haqqı varsa, onu dərhal ödəsin. Dünyada rəzil rüsvay olaram deyə düşünməsin. Yaxşı bilin ki, dünya rüsvayçılığı ahirətdəkinin yanında çox yüngüldür buyurur.